Nafi ibn Abdülharis rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Geniş ev, əməl salih qonşu və rahat minik müsəlman kişinin səadətindəndir. Əl-Buxari Ədəbül Mufrad 116-cı hədis. Muhammed ibn Səd atasından rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun buyurmuşdur. 3 şey xoşbəxtliyin, 3 şey isə bədbəxtliyin əlamətləridir. Xoşbəxtliyin birinci əlaməti odur ki, həyat yoldaşın əməl salih qadın olsun. Onu görərkən halın daha xoş olsun. Ondan ayrı düşdükdə isə həm ondan, həm də əmlakindən arxayın ola biləsən. İkinci əlamət odur ki, səni dostlarına çatdıra biləcək yüngül miniyin olmasıdır. Üçüncü əlamət isə geniş və çox xidmətli mənzilə sahib olmaqdır. Bədbəxtliyin əlamətlərinə gəldikdə, onlardan birincisi odur ki, həyat yoldaşınla üz-üzə gəlməyin halının pisləşməsinə səbəb olsun. Onun dilindən daim əziyyət çəkmiş olasan və ondan ayrıldığın zaman nə onun özündən, nə də öz əmlakindən arxayın ola biləsən. İkinci əlamət, ağır tərpənən miniyin olmasıdır ki, onu vurduğun zaman səni yorar, buraxdığın zaman səni dostlarına yetişdirməz. Üçüncü əlamət isə az xidmətli mənzilə sahib olmaqdır. Hakim 2684-cü hədis.